Qaydalarını hamı bilir də, kartda yazılan sözləri, qadağan olmuş sözləri istifadə eləmədən komandaya başa salır. Hamı hər şey başa düşdü də. Niyə başa düşməyək? Elə danışırsan, elə bil bizə gələcəyə nəzərən keçmiş bitmiş zaman izah eləyirsən. Başa düşdük desəydin də bəs idi. O qədər də çətin söz deyil, asandır. Vaxtınız yetdi, vəsiyo. Deməli, Sevinç biz öz aramızda Ayşəyə nə deyirik? Qoyun. Bax, Ayşə belə axıncaq nə vaxt təəccüblənmişdi? Ha, bili çılpaq görəndə. Olub hala. Bəs demişdiniz onun əynində paltar var idi. O paltar nə rəngi idi? Ət rəngində. Bizim dediyimizə nə deyilir? Yalan. Düzdür. Həyat da bir oyundur, bax. Gülən də var, ağlayan da. Bax getdi. Xristofor Kolumb nətər biri idi? Nətər adam idi? Yaxşı adam idi, Allah rəhmət eləsin. Məzələrsən məndən? Yox da, yəni bu ən çox nədən xoş gəldi, nəyi sevirdi? Qızları? Adam bütün gün o çanəsindədir, orada qızlarda görsün. Niyə? Suiti var, dəniz quzu var. Adam niyə su itini sevsin, qal? Məməlidir. Vaxtınız getdi. Yolun qırağında kimlər dayanır? Əxlaqsız qadınlar. Ha, buna tərk girişdə kişi. Onlar nə edirlər? Pul qazanırlar. Buna nə deyilir? Zina! Baruşa mənə də maraqlı söhbət hara gedir? Zina edənlər hara düşür? Cəhənnəmə. Cəhənnəmdə nə var? Şeytan. Şeytan özü də bir nədir? Mələk. Düzdür. Əxlaqsız qadını nətər də mələyə çevirdilər. Qadın böyük qüvvət yox. Mehman, mən nəyəm qaqam? Nə yox, Rauf, bax biz bunu danışmışdıq. Sən nə deyirsən, sən kimsən? Da bəs özün obyekt kimi yanaşdın, sən bir şəxsiyyətsən. Ay sol, bax, şəxsiyyət nəyin içində olur? Vərəqin, Hə, nə vərəqə kişi? şəxsiyyət vərəqin. Bir-birinizdən çox yaxşı başa düşürsünüz ha. Tamam, başqa yerə getir çıxdıq. Gözlə bir dəqiqə. Bax, məni görsən, mən nəyə oxşuyuram? Sən bilirsən nə yoxsan, Rauf? O yas yerindəki aşın nə vaxt veriləcəyini bilən adamları özünü yetirib aşıyır. Bax, həmən o adama oxşuyursan belə baxıram. Elə bir kişi dedim, bax, arada kişi dedim. Yox, üç kəs kişi demədim. Mən də kişi demədim. Kişinin əksi nədir? İşik. Ay, mən kişi deyirəm, sən nəyəm?